Salam dəyərli izləyicilər. Bugün sizinlə Sovet dövrünün məşhur, çox sevilən, o vaxtlar demək olar ki, bütün evlərdə hazırlanan ləzzətli, pambıq kimi yumşaq toppuş bişkisinin reseptini bölüşürük. Qarışdırma qabına 1 ədəd yumurta, 2 xörək qaşığı şəkər tozu, 200 ml stəkanla yarım stəkan qatıq, 1 iri çimdik duz, 1 bağlama şəkərli vanil, 6 dolu xörək qaşığı portağal şirəsi, 3 xörək qaşığı günəbaxan yağı və 1 ədəd portağalın sadəcə üzərinin narıncı qabığını rəndələyib əlavə edirik. Bütün bunları çırpıcı ilə yaxşıca qatırıq. Daha sonra 360 qram, yəni 200 ml stəkandan 2 dolu stəkan, üstə gəl 3-cü stəkanında başı 1 dolu xörək qaşığı əskik ələnmiş una, 1 bağlama qabartma tozu əlavə edib qatırıq. Daha sonra onu da hissə-hissə 2 dəfəyə hazırladığımız sulu qarışımın üzərinə əlavə edib xəmiri hazırlayırıq. Bu arada dəyərli izləyicilər, yazın görək sizin də vaxtilə ananız, nənəniz sizə pışki hazırlayıb, səhər süfrəsi üçün bu təam hazırlanıbmı sizin evdə də? Sizin evdə də sevilibmi pışki? Və yaxud da elə ola bilər ki, hal-hazırda da hazırlayanlar var aranızda. Öz reseptlərinizi də burada bölüşə bilərsiniz. Və yaxud da əgər pışki ilə əlaqədar nəsə bir maraqlı hadisə, xatirəniz olubsa, onu da istəsəniz burada bizimlə və izləyicilərlə bölüşə bilərsiniz. Bu şəkildə orta yumşaqlıqda bir xəmir yoğururuq. Baxın, xəmirin mən yumşaqlığını göstərmək istəyirəm sizə. Yoğuran kimi ondan xırda hissələr qoparıb əlimizlə onu lülə formasına salıb məcmeyə düzürük. Əvvəlcə hamısını hazırlayırıq, sonra bişirəcəyik. Yumru formada da eləyə bilərsiniz və yaxud da ümumi xəmiri yayıb, kəsib elə də eləyə bilərsiniz. Biz elə də eləyirik. Kim necə istəyirsə, kimə necə rahatsa elə də eləsin. Əsas xəmirdir, əsas reseptdir, çox gözəldir. Yayın, sonra 4-künc formada, 3-künc formada, nə formada istəyirsinizsə bıçaqla kəsib bişirin. Biz isə bu formada elədik bu dəfə. Hazırladığımız xəmirin hamısına forma verdik. İndi sıra gəldi pışkiləri bişirməyə. Mən bir incə məqamı da qeyd eləmək istəyirəm. Piraşkini bişirəcəyiniz yağa nisbətən pışkini bişirəcəyiniz yağı biraz çox isidin. Çünki piraşkiyə nisbətən pışki balacadır, daha tez hazır olur. Həm də ki, yağ az isinəndə, qızanda pışkinin üzəri çatlayır. Mən əvvəlki videolarda da bunu sizə demişəm, indi də göstərəcəyəm. Biz əvvəlcə çox tələsdik, yağ kifayət qədər isinməmiş əlavə elədik xəmiri. Görürsünüz, pışkilərin üzəri partlayıblar. Belə eləməyin. Yağı kifayət qədər isidin, sonra əlavə edin. Mən indi ikinci hissəni də sizə göstərəcəm, üçüncü hissəni də göstərəcəm. Görəcəksiniz ki, nə qədər böyük fərq var. Yağ yaxşı isinməyəndə pışkilərin üzəri partlayır. Həm də çox əlavə eləməyin qazana. Təbii ki, ölçüsündən asılı olaraq qazanın. Balaca qazandırsa, biraz az əlavə edin ki, rahat pişsin. Həm də əlavə eləyəndən sonra, əgər yağ azdırsa qazanda, qazanı silkələyin ki, pışkilərin üzəri hər tərəfi möhürlənsin isti yağla. Yağ onu möhürləyir ki, partlamasın. Baxın, görürsünüz, nə qədər böyük fərq var. Daha gözəl alınıb. Qabarıb, çox gözəldir, ləzzətlidir. Hazırlayın, özünüz dadını, ləzzətini görün. Yağdan yığırıq, 3-cü hissə lap əla alınıb. Ona görə də yağı kifayət qədər isidin. Pışkiləri yağdan yığan kimi onları şəkər tozuna bulayıb servis qabına düzüb süfrəyə veririk. Bizim evdə pışki adətən səhər süfrəsi üçün hazırlanıb. Bilmirəm, sizdə də belədirmi? İndi şərhlərinizdən görəcəyik. Yazın görək sizdə necə hazırlanıb, necə olub. Gənc nəsil xatırlamaz. İndi o qədər şirniyyatlar, o qədər bişintilər var ki, pışki nostalji olub. Amma vaxtilə hazırlanıb, çoxlarınız xatırlayırsınız, bilirsiniz. Əgər dadmayanlar varsa, bir dəfə bu reseptlə hazırlayıb dadını, ləzzətini görsünlər. Mən birini kəsib göstərmək istəyirəm.
İçərisi dolu-doludur, heç bir boşluğu yoxdur. Çox gözəl reseptdir. Hazırlayın siz də dadını, ləzzətini görün. Çox ləzzətlidir. Hələlik.